Şiələrin ayrıca bir Qur'anı var. Quran-ı Kərimdə olmayan ayələri orada deyirlər. Adını da qoyublar Müshəf, Fatimənin Müshəfi. Quranın da adlarından bir Müshəfdir. Və Fatimə salamü aleyha əlində olan kitab ayrıca bir kitabdır. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu Biharul Ənvarda nəql olunmuşdur. Hələ bu nədir? O cümlədən də Əhl-i Sünnə qardaşlarımız öz kitablarına nəql ediblər ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. İndi o kitab kimdədir? Əqidəmiz budur və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah. Bu hadisə bizə nəyi başa salır? Xanım Fatimə-i Zəhra salamü aleyhanın adlarından biri mühəddəsədir. Deməli, Peyğəmbərdən sonra Xanım Fatimə-i Zəhra salamü aleyhanın məqamı, ucalığı o qədərdir ki, yanına mələk Cəbrail əleyhissalam gəlir. Cəbrail hər adamın yanına gəlməz. Sadə bir insanın yanına Cəbrail gəlməz. Allah rəhmət eləsin, İmam Xümeyni buyurur ki, mələyin gəldiyi insandan sinxiyyət, ona münasiblik olmalıdır. Ləyaqət olmalıdır. Əgər Fatimə-i Zəhra salamü aleyhanın yanına Cəbrail əleyhissalam gəlirsə, məsələ sadə deyil. Bu xanımın məqamından, fəzilətindən xəbər verir. Və böyük tanınmış alim, Molla Sədra, filosof, Sədr-ül Mütəllihin, Əsfar kitabının sahibi ki, Sədr-ül Mütəllihin adlanır, özü buyurur ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Allah Taala'nın Xanım Fatimə-i Zəhranın yanına mələk göndərməsi, ona qeybdən xəbər verməsi, necə ki, Qur'an-ı Kərimdə Məryəm haqqında var, salamun aleyhimə, Xanım Fatimə-i Zəhranın məqamından xəbər verir. Görün, nə qədər xanımın Allah yanında məqamı var ki, Allah Taala ona bu məqamı seçmişdir. Ona təsəlli vermək üçün, başsağlığı ünvanında, rahatlığından ötürü Cəbrail əleyhissalam yanına göndərilir və ona bunları öyrədir. Həm elmi məqamı, Xanım Fatimə-i Zəhra çox şeyləri bilirdi, Allah onu öyrətmişdi mələk vasitəsilə. Qeyb elmin, gələcəyi, keçmişi, hər şeyi. Və 2, xanımın özünün bu elmdən